Bəzən insanın hər şeyi olur. Savad olur, akademik biliyi olur, ev olur, eşiği olur, maşın olur, hər şey olur. Ancaq vicdanı və ədaləti olmur. Bəzən hər şeyi olur, ancaq ədaləti və mərhəməti olmur. Bax, onun üçün insanlarımızın, övladlarımızın, balalarımızın özlərini refleksiya etməsinə, öz-özlərini təhlil etməsinə və öz-özləri ilə baş-başa qalmasına mütəmadi olaraq şərait yaratmalıyıq. Bax, bu olmadığı zaman insan öz-özünü təhlil etmir, analiz etmir, refleksiya etmir, nəyin doğru, nəyin yanlış olduğunu bilmirlər. Elə bilirlər ki, biliyim var, akademik savadım var, imtahanlarda yüksək nəticələr əldə etdim, nailiyyətlər əldə etdim. Demək, mən şəxsiyyətəm, xeyr. Yəni, bir insanın şəxsiyyət kimi formalaşması üçün onun təkcə akademik biliyi kifayət etməz. Bəzən insan baş-başa qaldığı zaman öz-özünə qeyd edir ki, kaş bu olmayaydı, ancaq bu olardı. Yəni, bir insanın fərd kimi, şəxsiyyət kimi yetişməsi üçün həm vicdanı olmalı, ədaləti olmalı, mərhəməti olmalı, daxili ədalətliyi olmalı, həmçinin əlbəttə ki, akademik biliyi olmalı.